Hamıya salam. Bugün sizin üçün qısa vlog çəkirəm. Mənə abunə olsaz və videoya like qoysaz çox sevinərəm. Biz ailəmlə bir yerdə Crescent Mall-a gəldik. Birinci kofemaniyaya girdik. Burada Dubai şokoladlı cheesecake'lər var idi, amma nədənsə burada oturmadıq. Getdik La Mia Colazione adlı restorana. Burada avokado tostlar və kofe sifariş etdik. Cappuccino, bir də latte. Avokado tostların qiyməti 15 manat idi. Kofelerin isə 9 və 7 manat. Hesabımız nədənsə 41 manat 70 qəpik çıxdı. Mən açığı sizə qiymətləri demək istəyəndə bunu başa düşdüm. Bilmirəm niyə belə oldu. Nəysə, buranın mənzərəsi çox qəşəng idi bu arada. Sonra mağazaları gəzdik. Çox qəşəng paltarlar var idi, amma mən özümə paltardan hələ ki heç nə almadım. Çünki Trendyoldan çoxlu paltar sifariş etmişəm. Qoy hamısı gəlsin. Sonra çatışmayan şeyləri alaram. Mən Voyage Beauty-dan özüm üçün saç maskasını aldım. İndi sizə göstərəcəm. Kerastase markasındandır. Qiyməti 97 manatdır. Məndə hədiyyə kartı var idi. Ondan istifadə etdim. Sonra Rossmanndan bədən spreyini aldım. Çox qəşəng qoxusu var və əl kremini aldım.